NTV xəbəri izləyirsiniz. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil Aparatının, Daxili İşlər, Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə uşaq hüquqları aylığı çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilib. Muxtar Respublikanın ümumtəhsil və musiqi məktəblərində, həmçinin uşaq kitabxanasında keçirilən tədbirdə 14 müəssisə üzrə 400-dən artıq şəxs, müəssisə rəhbərləri, aidiyyatı qurumların nümayəndələri və şagirdlər iştirak ediblər. Tədbirlərdə uşaq hüquqlarının müdafiəsinin hüquqi və institusional aspektləri mövzusunda edilən çıxışlarda BMT-nin Uşaq Hüquqları Konvensiyasının əsas prinsipləri, həmin prinsiplərin milli qanunvericiliklə uyğunlaşdırılması, Ombudsman təsisatının bu sahədəki rolu, eləcə də aidiyyatı dövlət qurumları ilə institusional əməkdaşlıq mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin çıxışlarda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən ardıcıl islahatlar, aylıq çərçivəsində keçirilən tədbirlər və bu fəaliyyətlərin uşaqların hüquqi biliklərinin formalaşmasında əhəmiyyəti vurğulanıb. Uşaq siyasətinə dair video çax nümayiş etdirilib.